axırdan? N deyil. Ban sərifdir. Ay sağ ol. Aha. Ma, aferin. Aha. Mə. Aha. Am. Ay sağ ol. Mal. Hərfləri birləşdirin. Nə əmələ gətirir uşaqlar? Hecalar. Aha, bunu da oxu. Sakit. Yo, n. Aferin. Uyumuşum. Balam. Mən. Aferin. Gözə aldanmadım. Ma. Ne oldu? Alma. Ay sağ ol. Ne oldu demişim? Alma. Ay sağ ol. Almanı tanıyırsan? Alma necə meyvədir? Şirin, dadlı, nə rəng olur? Sarı, qırmızı, yaşıl. Harda yetişir? Ağacda. Harda rast gəlirik? Orada əncir geçti. Əncir. Son. Kənddə əncir var. Var, əncir. Bağçada da əncir var. Gəl bunu da oxuyaq. L'dır. L'ını çaşdırma. Gözü uzundur. Uzunsa l'dırsa, qısadırsa, ərba boyu belə balaca səriflər boydadırsa i'dir. Emişim. Aləm. Aha. La. Mal yox. Mal olsa onda a yoxdur. Elə bir ki a yoxdur. A'nı yemirsən. Ona görə la. Heca oxusaq sözləri gözəl tapacaq. Ancaq heca ilə oxumasaq gözə yarı yox. Aha, mala. Aha, bunu da oxu. Məl. Ne oldu? Qabağında deyil. Məlik. Qabağında deyil. Əni də deyil. Mən yox. Mən olmaq üçün n olmalıdır. Əməl. Yadımda qaldı. Bu nədir? Meymun. Necə heyvandır? Meymun? Harda yaşayır? Meşədə. Ay sağ ol. Meymun sözünü hecaya böl. Əllərinlə əl çalaraq. Meymun. Neçə hecaya bölünür? Cümlədə işlət. Mənim evdə meymunum var. Aferin. Neynə deyib biz? Meymun sözünü cümlədə işlədik. Meymun sözünə m hərfi əvvəldə gəlir, ortada, axırda. Axırda. Axırda göstərməliyəm. M hərfi harda gəlir? M hərfi harda gəlir? Əvvəldə. Aferin. Göstər. Bəs düzün axırda. Müəllimə anladırdın. Bəs düzün axırda. Axırda n hərfidir. M hərfi harda gəldi? Əvvəldə. Bir də ortada. Emiş. Əvvəldə ortada. Harda gəldi m hərfi? Əvvəldə ortada. Qoy üzü desin. Göstər müəlliməyə. Əvvəldə orta. Aferin. Axırda gəldi. Axırdan sərf gəldi. Aferin.